Yemeğini beğenmedim. Ne dedin? Dedim ki yemeğini beğenmedim ve geri qaytarmaq istəyirəm. Bunu içtiğim için meyus oldum. Yemeklerimde neyi beğenmedin? Hər şeydən öncə yemək yemək iştahım qalmadı. Bu axşam təqdim olunan hər yemək oturub iştahla yeyilmək yerinə intellektual bir fikri uyandırmaq üçün dizayn edilmişdir. Yeməklərini daddığımda onları sevgisiz hazırladığını hiss ettim. Bu məntiqsizdir. Her yemeği sevgiyle hazırlayırıq. Öyle değil mi? Her şey sevginin en önemli ingredient olduğunu herkes bilir. O halda özünüzü aldadırsınız. Yaxşı görək şef, bu gecə acı gerçəkləri həzm edəcəkdik deyə düşünürdüm. Bu da onlardan biridir. Burada sevgi yerine özünü sübut etmeye çalışmanın dadı var. İşte yeməklərin belə soyuqdur. Sən bir şefsən. Bu dünyadaki yegane məqsədin insanlara seveceklerini təqdim etməkdir və sən bu işdə uğursuz oldun, uğursuz oldun. Ayrıca ürəyimi sıxdın. Ən pis tərəfi də o ki, hələ də qurd kimi acam.